Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi teyyibin tahirin. Değerli mümin bacı kardeşlerim, mübarek Ramazan ayının günlerini yaşayırıq. Əzəmətli, fəzilətli anlardır, günlərdir, gecelerdir. Allah Teala tuttuğunuz orucları, ibadet, itaətləri Allah Teala dərəcəyi qəbula yetirsin. Belə qərara gəldik, bir neçə çəkiliş orucun hökmlərinə dair məsələlər səsləndirək və bugünkü çəkilişdə, bu verilişdə yalnız qəzaya səbəb olan, yəni kəffarəyə yox, bəzi amillər var, işlər ki var, əgər insan onları yerinə yetirərsə, onlar baş verərsə daha doğrusu, qəzaya səbəb olar. Yəni, oruç tutan gərək həmən günün qəzasını yerinə yetirsin, kəffarəsini yox. Bu məsələlərdən biri budur ki, bir şəxs əgər boynunda qusul olduğunu unudarsa, bildiyimiz kimi, mübarək Ramazan ayının orucunda bir də Ramazan ayının qəzasını tutan adam. Yəni, iki oruc, Ramazan-ı mübarəkin orucu, bir də Ramazan ayının qəzasını, orucluqdan sonra, Ramazandan sonra qəzasını tutan, qəza orucunda şərt budur ki, insanın boynunda cənabət qusulu varsa, yəni üzr istəyirəm, gecə cünub olubsa, boynuna cənabət qusulu gəlibsə, sübh əzanına qədər gərək qusul etsin ki, və orucun tutsun. Bilərəkdən özünü yubatsa, qusul etməsə və sübh əzanına qusullu halda daxil olarsa, orucu batil olar, həm qəza və həm də kəffarə onun boynuna gələr. Amma başqa oruclar ki var, nəzr orucu məsələn, ya müstəhəb oruc, əhd eləmişdi, and içmişdi ki, oruç tutmaq ki, digər oruclar ki var, onlarda bu şərt deyil. Yəni, boynunda cənabət qusulu olan adam da o orucları tuta bilər. Mübarək Ramazan ayıdır və biz Ramazan-ı mübarəkin orucundan inşallah istəyirik ki, yəni Ramazan-ı mübarəkin orucuna aid olan məsələlərdən səsləndirək. Bəs bir insan boynuna qusul gəlibdir, unudub, qusul etməyi unudub, bir gün və ya bir neçə gün o halda oruç tutulur. Yəni bilməyərəkdən yox, unudaraq ki, qusul etməyib, məsələn, 2 gün, 3 gün o cürə oruç tutubdur, sonradan bilsə, yadına düşsə, bəli, qusulun eləyəcək ki, və Ramazan-ı mübarəkdən sonra, Ramazan ayı başa çatdıqdan sonra həmən günlərin yalnız qəzasını tutacaq. Kəffarəsi yoxdur, günə gün. Məsələn, 1 gün olmuşdu o cürə və yaxud 3 gün olmuşdu, 1 gün, 3 gündürsə 3 gün qəzasını tutacaq. Biri bu. İkinci məsələ, yalnız qəza gələr, kəffarə yox. Bundan ibarətdir ki, bir şəxs sübh tezdən durubdur, sübh əzanından qabaq oyanıbdır. Axtarış aparmadan, yəni aya sübh əzanına qalıb hələ ya olubdur, axtarış aparmadan elə güman eləyib, elə düşünübdür ki, hələ əzana qalıbdır. Sübh əzanına qalıbdır, mənim yemək, içmək ixtiyarım vardır. Çay içib, ki, yəni yemək yiyib, sonradan məlum olub ki, bunun yediyi vaxt, bunun məsələn su içdiyi, çay içdiyi vaxt sübh əzanından sonraya düşübdür. Ki, hansı ki, gərək artıq oruc tutmalıydı, yəni daxil olubdur. Axtarış aparmadan, yiyərsə, içərsə və sonradan məlum olar ki, bu yanlışlığa yol veribdir. Ki, bunun yeməyinin, içməyinin bir miqdarı gəlib düşüb sübh əzanından sonraya gərək bu şəxs həmən günün qəzasını Ramazan-ı mübarəkdən sonra yerinə yetirsin.
ki Vəsail-i Şiə kitabında Muaviyyət ibn Əmmar ki İmam Sadiq əleyhissalatu vesselamın xas səhabəsindən olubdur. Dedim İmam Sadiq əleyhissalatu vesselama, mən öz kənizimə əmr verdim ki, qulluqçuya, xidmətçiyə, get çölə çıx, bax gör ki, fəcr olub, yəni dan yeri sökülüb, yoxsa yox, sübh əzanı olub, yoxsa yox. Ki, get bir axtarış apar, bax ki, özüm getmədim. Gedib gəldi, həmin xidmətçi, kəniz belə dedi, ləm yətlə ki, dan yeri sökülməyib, fəcr tulu etməyib, sübh əzanı olmayıbdır hələ vaxtı. Onun sözünə arxayın olaraq mən yedim. Sümmə ənzur, sonra özüm gedib baxıram, görürəm ki, fəciduhu qət kana tələə, görürəm, eyvay, bəs dan yeri sökülübmüş, sübh əzanının vaxtı olubmuş ki, o kəniz ki, baxan vaxt, kəniz ki, mən göndərmişdim, gedib çölə baxıbdır, onun baxdığı vaxt sübh əzanı olubmuş, kəniz yanılıbdır. Bəs mənim yeməyim, içməyim sübh əzanı vaxtına düşübdür, əzandan sonraya düşübdür. Necə olacaq mənim məsələm? Həzrət buyurdu, tutimmu yevmək, həmən günü tamamla, orucunu tamamla, sümmə təqzihi, Ramazandan sonra, yəni həmən günü bir daha qəza da edərsən. O günü tamamlayırsan, lakin qəzasını da mütləq gərək yerinə yetirərsən. Əmmə innəkə ləv kuntə əntəlləzin nəzərtə. Əgər özün gedib baxsaydın, axtarış aparsaydın, xatircəm olsaydın, sənə elə gəlsəydi ki, hələ vaxta qalıb ki, gəlib yesəydin, içsəydin, sonradan məlum olsaydı ki, səhv etmisən, əgər özün axtarış aparıb bu qənaətə gəlsəydin, bəli ki, ma kana əleykə qəzau, onda heç qəzası da sənə vacib olmazdı. Ki, axtarış aparmısan, axtarışında yanılmısan. Amma sən o axtarışı aparmamısan ki, kənizi göndərmirsən, ki, onun sözünə etimad eləmirsən ki, odur ki, həmən günü tamamlayacaqsan, lakin bir gün qəza da sənə vacibdir. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.